Said ibn Zübeyir rahmehullah tabi'in dövrünün en büyük alimlerinden biriydi. Esasen İbn Abbas radallahu anhunun tələbəsiydi. Kur'an, fiqh ve tefsir elmində çox güclü idi. Küfədə yaşayırdı ve xalq ona büyük hörmət bəsləyirdi. Təbii ki, hər zaman zalim rəhbərlər elmi ve haqqı deyən insanlardan narahat olurlar. Həccac ibn Yusif çoxlarını qorxudurdu. Amma Said ibn Zübeyir haqqı deməkdən və zalıma qarşı durmaqdan çəkinmədi. Zalim Həccac Said ibn Zübeyri çağıtdırır və onu sorğu-suala tutur. Aralarında bu cür bir diyalog keçir. Həccac deyir, sənin adın nədir? Said deyir, Said ibn Zübeyir. Bu ad sevinç oğlu qıran mənasındadır. Həccac deyir, əksinə, sən Şəqi ibn Qusaysən, yəni bədbaxt oğlu sınıq mənasında bir təhqir. Said deyir, Rəbbim anamın mənə verdiyi ada daha yaxşı şahiddir. Həccac onunla çox sərt danışır, təhdid edir və axırda onu şəhid etdirmək qərarına gəlir. O qətilə aparılarkən belə Quran ayələri ilə danışırdı. Rəvayətlərdə deyilir ki, Həccac Saidə belə dedi, səni öldürəcəyəm. Said ibn Zübeyir cavab verir, əgər bu sənin əlinə verilmiş bir işdirsə, o zaman sənə həqiqətən bədbəxtlik olsun. Qətl olunmazdan əvvəl Said belə dua etdi, Allahım, onun ölümündən sonra mənim qətlimi onun üçün heç bir bəhanə etmə. Və Said ibn Zübeyir rahmehullah şəhid edildi. Tarixçilər yazır ki, Saidin şəhidliyindən sonra Həccacın halı dəyişdi. Gecələri qorxu içində oyanır, Said ibn Zübeyir məni rahat buraxmır deyə sayaqlıq edirdi. O tez-tez mənə Seyid geri qayıdır deyib qorxu içində çığırırdı. 15 gün keçmədən Həccac əzab içində öldü. Bu hadisə Quranın bu ayəsini xatırladır. Zalimların aqibəti necə oldu bax. Qəsəs surəsi 40-cı ayə. Rəvayət olunur ki, Said ibn Zübeyrin anası Həccaca belə deyir, ey Həccac, sən oğlumun dünyasını aldın, amma o sənin axirətini aldı. İbrət olaraq Said ibn Zübeyir rahmehullah bizə göstərir ki, haqqı deməkdən qorxma. Zalıma qarşı durmaq sadəcə cəsarət deyil, həm də ibadətdir. Ana duası və haqqın üstündə olmaq insanı Allah qatında ucaldır.